Sosial medianın Rusiya segmentində bəzi faşist düşüncəli şəxslər tərəfindən Azərbaycanlılara qarşı əsassız ittihamlar səsləndirilib. Onlar iddia edirlər ki, güya Azərbaycanlılar yalnız ticarətlə məşğuldular və Rus xalqı üçün heç bir töhfə verməyiblər. Qlobal Info xəbər verir ki, bu fikirləri tarixçi alim Zaur Əliyev deyib. Onun sözlərinə görə, real faktlar və qəhrəmanlıq nümunələri bu iddiaların tam əksini sübut edir. Stat: Tarix və bugünümüz Azərbaycanlıların Rusiyada göstərdikləri şücaətlər və fədakarlıqlarla doludur. Sadəcə bir neçə nümunə. Salaməddin Nağıyev Pyaxarka çayında boğulan yerli uşaqları xilas etməyə çalışarkən həyatını itirib. Səbuhi və Tural Rəhimov Krasnoyarsk şəhərində partlayan istilik borularına baxmayaraq, onlarla insanı yanan avtobusdan çıxarıblar. Baxış Kərimov Sverdlovsk vilayətində polis əməkdaşı olaraq yanan evə girib və 4 uşaqla birlikdə valideynlərini xilas edib. Aydın Qəmbərov Talyatidə polkovnik rütbəli zabit buzlu suda boğulan uşağı həyatını riskə ataraq xilas edib. Sultan Sultanov Antalyada yanan Rusiya təyyarəsində uşaqları və böyükləri qapını açaraq təhlükəsiz şəkildə çıxarıb. Azərbaycanlı gənc Rus əskərlərinin mühasirəyə alındığı meşə zonasına tək başına girərək 16 əskəri sağ-salamat çıxarıb. Kənan Perm şəhərində 16 yaşlı qızın intihar cəhdinin qarşısını alaraq şəhər qəhrəmanı adına layiq görülüb. Kamil Nəsibov Kraks ticarət mərkəzində terror zamanı ofisiant işləyən Azərbaycanlı 100-dən çox insanın həyatını xilas edib. Vüqar Əliyev Rusiyada 2 uşağı boğulmadan xilas edib. Bu kimi yüzlərlə foto və fakt paylaşaram. Ancaq niyə 9 nəfər? 9 may qələbə bayramlarının ən əsas səbəbkarı Azərbaycan olduqlarını unutmasınlar deyə. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.